Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalamın həyatı 5-ci hissə. Peyğəmbər salavatullahın canişini. Hz. Peyğəmbərə aşkar təbliğ əmri gəldikdən sonra Hz. Peyğəmbər İmam Əli əleyhissalama tapşırıq verir ki, Bəni Haşim qəbiləsinin başçılarını və adlı sanlı şəxslərini qonaq çağırsın və onlar üçün yemək hazırlasın. Qonaqlar yemək yedikdən sonra Hz. Peyğəmbər salavatullah söhbətə başlayıb onları təkallahlılığa, tövhidə və öz nübüvvətinə çağırır və bu işdə ona yardımcı olacaq şəxsi özünün canişini, qardaşı və onlar arasında nümayəndəsi edəcəyini bildirir. Hz. Peyğəmbər sözünü dedikdən sonra məclisə dərin sükut çökür. Hamı təəccüb içində başını aşağı saldıqda Hz. Əli əleyhissalam ayağa qalxaraq Hz. Peyğəmbərə buyurur: Ey Allahın Rəsulu, mən bu işdə sizə yardımcı olaram. Hz. Peyğəmbər salavatullah Hz. Əli əleyhissalama əyləşməyi əmr edir və yenidən bu sözləri təkrar edir. Yenə də Hz. Əli əleyhissalamdan başqa heç bir şəxs ayağa qalxmır. Üçüncü dəfə də Hz. Peyğəmbər sözlərini təkrar etdikdə İmam Əli əleyhissalamdan başqa cavab verən olmur və Hz. Peyğəmbər əlini Hz. Əli əleyhissalamın əlinin üzərinə qoyaraq Bəni Haşim qəbiləsinin böyükləri arasında bu tarixi kəlamını buyurur: Ey mənim qohum əqrabam, Əli mənim qardaşım, canişinim və sizin aranızda xəlifəmdir.